Ən ləzzətli şaurmanı elə evdə özüm hazırlayıram və reseptini paylaşım sizlərlə. Toyuğun sinə ətini xırda şəkildə doğrayıram. Üzərinə bol paprika, sarı kök, istiot və zövqə görə duz əlavə edirəm və 2-3 yemək qaşığı qarğıdalı yağı da əlavə edib yaxşı qaçdırıb uyuducuda 1 saat marina olunmağını gözləyirəm. Kartofları da uzunsov şəkildə doğrayıram və bol qarğıdalı yağında qızardıram. Hazır olan toyuğun sinə ətini də tavada yaxşı qızardıram və kartoflar qızarana yaxın üzərinə duz və bol paprika əlavə edib qaçdırıram və hamısı hazır olduqdan sonra şaurmanın sousunu hazırlayıram. Sousun hazırlanmasında bizim tarlanın xiyar turşusundan istifadə edirəm. Xırda şəkildə doğrayıram. Üzərinə mayonez əlavə edirəm və 2-3 diş rəndələnmiş sarımsaq əlavə edib yaxşı qaçdırıram və lavaşın üzərinə hazırladığım sousu, sonra isə toyuğun sinə ətini və qızartdığım kartofu da əlavə edib şaurma formasında bükürəm. 2-3 dəqiqədə tosterda saxladıqdan sonra servis edirəm. Hədsiz ləzzətli şaurma alınır. Sizlərə də mütləq bu şaurmadan hazırlayıb dadına baxmağı məsləhət görürəm. Çünki dadını çox bəyənəcəksiniz. Ümumiyyətlə evdə hazırlanan hər bir fast food çox ləzzətli olur.